Əziz gənclər, hər birinizi salamlayıram. Bu günləri Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, həmçinin Öyrədərək Öyrənirik Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Mind Odyssey regional intellektual turnirinin açılış görüşünə toplaşmışıq. Bildiyimiz kimi bu layihə sentyabr ayının 1-də start götürüb, 31 oktyabr tarixinə qədər davam edir. Layihə çərçivəsində Ağstafa və Qazax məktəbli komandaları intellektual yarışda nə harda, nə zaman formatında mübarizə aparacaqlar. Hal-hazırki qrupda A qrupun görüşləri keçdi, yarışın ilk günüdür və ilk gündə 4 komanda mübarizə aparacaq. Komandalarımız Ağstafa şəhər 1 sayılı tam orta məktəbinin hədəf komandası, Qazax rayon Hüseynbəyli kəndinin tam orta məktəbinin Nobelium komandası, Ağstafa rayon Dağkəsəmənli kənd 1 sayılı orta məktəbinin Qarabağ komandası və Ağstafa rayon Poylu kənd tam orta məktəbinin Lider komandasıdır. Yarışımızın qaydalarına indi daha ətraflı sizə məlumat vermək istəyirəm. Belə ki, qeyd etdiyim kimi 4 komanda A qrupunda mübarizə aparacaq. Bu qrupdan 2 komanda yarımfinal mərhələsində vəsf qazanacaq. Ən çox xal toplayan 2 komanda. Yarımfinal görüşləri isə qrup oyunları bitdikdən sonra növbəti günlərdə təşkil olunacaq. Bununla bağlı biz komandaya ətraflı məlumat verəcəyik. Yarışlarımız Qazax Gənclər Evində təşkil olunur. Həmçinin Qazax Gənclər Evi Sosial Xidmət Müəssisəsi, eləcə də Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, yəni bizim qurum olaraq Öyrədərək Öyrənirik Təşkilatı, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax Tovuz regional nümayəndəliyi yarışın tərəfdaş qismindən çıxış edirlər. Qaydalar necə olacaq? Bəlkə də bir çoxunuz bu formatda əvvəllər yarışlarda iştirak edibsiniz. Nə harada, nə zaman formatıdır. Bu formatda ümumi dünya görüşünü əhatə edən suallar səsləndirilir. Bugünkü yarışımızın qrup mərhələsində 15 sual səslənəcək. Hər suala səsləndikdən sonra sizə 1 dəqiqə vaxt veriləcək ki, cavabı fikirləşəsiniz və bu müddət ərzində düşündüyünüz doğru variantı, cavab vərəqləri sizə təqdim etmiş kiçik vərəqlərdir. Görürsünüz uşaqlar, hamınızda var. O vərəqlərə qeyd edirsiniz. O vərəqləri də mütləq şəkildə hər bir komanda hər sualda öz adını yazır. Qoyduğunuz adlar var ki, komandaları, hədəf, Nobelium, Qarabağ və Lider. Hər kəs hər vərəqdə onu mütləq şəkildə qeyd eləsin ki, biz bilək ki, bu cavab variantı hansı komandaya aiddir. Biz onu bilməsək bilməyəcək ki, bu doğru cavab olduğu təqdirdə xalı kim qazanır. Hər doğru cavab bir xal dəyərindədir. 15 sualdan sonra əgər müəyyən bərabərlik yaranarsa, ilk 2 yer tutan komanda müəyyənləşməzsə, biz əlavə suallara təqdim edəcəyik. Kim xalları bərabərsə, həmin komandalar üçün. Mən düşünürəm ki, qaydalar haqqında ətraflı məlumat verildim sizə. Kimin sualı varsa, buyurub verə bilər, çəkinməyin. Kimdəsə qaranlıq məqam qaldı. Düşünürəm ki, qaranlıq məqam qalmayıb. Təşəkkür edirəm hamınıza bir daha iştirakınızdan ötürü. Mən sualı səsləndirəcəm, vaxt getdi deyəcəm, 1 dəqiqə vaxtınız işə düşəcək. Tamam olandan sonra vaxt bitdi deyəndə cavabınız artıq belə desə bir nəfər oyunçunun əlində havaya qaldırmış olsun ki, bizim könüllü gəncimiz sizə yaxınlaşıb həmin vərəqələri toplayacaq. Həmin müddətdə geciksə, cavabı təqdim etməsəz, biz qəbul etməyəcəyik artıq. Sonradan yəni cavab vermək mümkün deyil. Hər suala hər komanda cəmi 1 dəfə cavab verə bilər. Biz variantı dəyişək məsələsi ola bilməz. Həmçinin ən vacib məqamlardan biri odur ki, hər cavab kartına bir variant yazılmalıdır. Yəni, bir suala bir neçə variant fikirləşirsinizsə, onu yazmalı deyilsiniz. Hətta bu cavabı mötərizədə yazsanız belə, əlavədə olsa belə qəbul olunmayacaq. 200 dənə cavab varsa, onun biri düzdürsə, yenə də bu doğru cavab kimi qəbul olunmur. Aydındır hər şey, əla, uğurlar arzu edirəm, artıq yarışımıza keçək. Mind Odyssey regional intellektual turniri layihəsinin ilk sualı belədir. Ramon Serne'nin romanlarının birində hadisələr maraqlıdır ki, məhz bu fəsildə baş verir. Bu fəsli qoşa samitdən ibarət İngilis mənşəli sözlər yazın. Vaxt getdi. Roman Serne'nin romanlarından biri məhz bu fəsildə baş verir. Qoşa samitli İngilis dilində sözdür. Cavabı vərəqlər, kiçik vərəqlərə yazmaq lazımdır. 20 saniye vaxt qaldı.
Doğru cevabı summer idi. Yani yağış. Bütün komandalar suala düzgün cavab, üzr istəyirəm, doğru cavab verdi. Təbrik edirəm. 18-ci əsrdə Ağa Mikail adlı şəxs Bakıda hamam tikdirir. Bakılılar maraqlıdır ki, uzun müddətdir hamama müraciətdə bu personajın adından istifadə edirlər. Bu personajı cavab kartınıza yazın. Məşhur bir filmimizin personajı var idi. O, həmin filmdə də hamam səhnəsi var idi. Toydan əvvəl hamama gedirlər. Orada baş rolda olan personaj kim idi? Yadınıza salın gənclər. Yirmi 25 saniye. Vaxt artır. Cavablar. Əgər variantınız yoxdursa, boş dərəqə düz xat çəkib verin ki, yəni bilər ki, kimin variantı yoxdur. Əgər variant işi yoxdursa. Cəmi bir komanda suala düzgün cavab verib, söhbət məşəlik vaxtdan gelir. Bir komanda, Nobelium komandası isə sadəcə məşəli yazıb. Tam sual nömrə 3. Bir kitabda bunu rəngli körpü adlandırırlar. Təkrar edirəm. Bir kitabda bunu rəngli körpü adlandırırlar. Min Əhvalat kitabının 7-ci fəsli bu adı daşıyır. Bunu yazın. Maraqlıdır ki, Min Əhvalat kitabının 7-ci fəsli də bu adı daşıyır. Üçüncü sualın doğru cevabı Göyqurşaq idi. Bütün komandalar suala düzgün cevab verdi. Təbrik edirik. Növbə 51. Moby Dick əsərində təkrar edir. Herman Melville Moby Dick əsərində tutulan balinanın üzərində dayanıb aşağıdakıları səsləyərək çağırmasından danışarkən həmin şəxsi bu ərəb sözü ilə adlandırır. Bu sözü qoşa samitli sözlə yazın. Təkrar edirəm. Vaxt artıq gənclər. Sualın bütün komandalar cavab olaraq Molla qeyd edirlər. Qeyd edək ki, Molla bu şəxsin adı Molla deyil. Bunu yerinə yetirən məscidlərdə adama, şəxsə müəzzin deyirlər. Bəlkə eşitməyibsiniz, amma yeni bir şey öyrənmiş olacaqsınız ki, namaza çağırış edən şəxs müəzzindir. Moby Dick əsərində də o hündür yerə çıxıb digər insanlara çağıran müəzzin, ona baxın müəzzin kimi orada dayanıb hamımızı çağırır. Müəzzin necə ki, minbərə çıxıb məsciddə insanların namaza səsləyirsə, orada da personaj yüksək yerdən digər insanları səsləyir. Bura haqqında məqalələrdən biri tağ sırası ilə çərçivələnmiş eyvanlarından bəhs edir. Əsrin müqaviləsi barədə məqalədə də buranın adı çəkilir. Buranı iki sözlə yazın. Baxın, saniyə. Əsrin müqaviləsi məşhur neft kontraktı idi.
Dostlar, əsri müqaviləsi barədə məqalədə buranın açı keçir. Çünki əsri müqaviləsi sizə ipucu kimi dedim, burada bağlanmışdı. Söhbət Bakıda, Dağüstü Park ərazisindən yerləşən məşhur Gülüstan sarayından gedir. Doğru cavab Gülüstan sarayıdır. Tərtib komandalardan bu suala düzgün cavab verən olmadı. Komandası 2 xal, Nobelyum 2 xal, Qarabağ 2 xal, lider 3 xallar hərəkət liderliyi turnir zərbəyənlər. Növbəti 6-cı suala keçir. Gənclər, suallar elədir ki, burada müəyyən bir əlaqəni qurmaq lazımdır. İpucları bir yerə gətirəndə doğru cavaba çıxmaq daha asan olur. Sual nömrə 6. Prezident İlham Əliyev Sabirabadda Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldikdən sonra bunun tədarükünün 3 dəfə artdığı qeyd edilir. Buyurun, istəyirsiniz? Mən öyle sual edeyim, sual okuyayım. Mikail Müşfiq bununla bağlı bir xatirəsində Özbəkistandan gələn qonaqlardan danışır. Bunu yazın. Təkrar edirəm. 15 saniyə. Doğru cevap verin. Müsbət aldı. Ən az doğru cevabımız var. Yoldaşlar, siz ola bilsin ki, Sabirabad'ı indiki dönəmlərlə qartız istehsallar tanıyız. Ancaq Sabirabad ölkəmizin həm də ən önəmli pamuk söhbət pamukdan gelir. Ulu Öndər Heydər Əliyev aktyor Hacı İsmailova X deyə müraciət edildi. Bir filmdə X-i canlandıran Adil İskəndərov piti yeyir. X-i bir sözlə yazın. Təkrar edirəm. Ulu Öndər Heydər Əliyev aktyor Hacı İsmailova X deyə müraciət edildi. Yəni nəsə bir şey deyil, biz sizdən onu soruşuruq. X deyə müraciət edildi. Bir filmdə X-i canlandıran Adil İskəndərov piti yeyir. X-i bir sözlə yazın. Filmdə bu obrazı canlandırır. Buradan olan obrazı canlandırır. İndi sizdən soruşurum. Ulu Öndər Heydər Əliyev aktyor Hacı İsmailova nə deyə müraciət edir? Vaxt gənclər, cavabları təqdim edin. Pitisi ilə məşhur olan Azərbaycan filmlərindən Hacı İsmailovla məşhur bir filmimiz olan Həm Ziyarət, Həm Ticarət filmində buradan olan personajı canlandırdı. Söhbət şəkildən gerildi. Doğru cavab verildi. Lider, Qarabağ və Hədəf komandaları. 2020 Yaylaq Festivalı bu kurortda baş tutmuşdur. Burada yerləşən ilk malikanə Hacı Mirqasım adlı şəxsə aid olur. Söhbət haradan gedir? Bəli, ikinci Yaylaq Festivalı Azərbaycanda keçirilir. Burada çox məşhur kurortlardan biridir, yəni istirahət güşələrindən biridir. İnsanlar yayda bura gelir. Hansı ki, burada ilk malikanə Hacı Mirqasım adlı şəxsə aid olur. Cavablar artıq məndədir. Sevinirəm ki, komandalardan düzgün cavab tapan var. Burada sualın mətnindəki şəxs adları, çəkilən, verilən sözlər heç biri boşuna deyil. Hamısı sizi doğru cavaba yönləndirmək üçündür. İkinci Yaylaq Festivalı, Hacı Mirqasım burada malikanəsi olub vaxtilə. Bura məşhur bir kurort zonamızdır. Söhbət Hacı kənddən gedir.
Lider komandası doğru cevabı. Gəncə tam doğru cevabı değil. Bura artıq Gəncənin tərkibində də deyil. Kasıb sonradan varlanan personajı göstərdiyi xidmətlərdən dolayı kasıblardan ödəniş almırdı. Bir məqalədə həmin personaj müasir o adlanır. Onu yazın. Vaxtı. Saatları. Stulundan geçti. Aparat yazmıştır, doğru da. Hem de gəlsə, Klasın bir də turnirinin A qrupunun oyunu başa çatdı. A qrupunda 15 sualdan sonra artıq nəticələr bəllidir. Eləcə də yarı-finala vəssə qazanan komandaları bəlli oldu. Xallar isə belədir. Qazax rayon Hüseynbəyli kənd tam orta məktəbi Nobelium komandası 5 xal, Ağstafa rayon Dağkəsəmən kənd İsali tam orta məktəbi Qarabağ komandası 5 xal, Ağstafa şəhər İsali tam orta məktəbinin Hədəf komandası 6 xal, Ağstafa rayon Polikənd tam orta məktəbinin Lider komandası 9 xal. Beləliklə ilk 2 pillərini tutan Lider və Hədəf komandaları yarı finala vəssə qazandı. Komandaları təbrik edirik. Nobelium və Qarabağ komandalarına təşəkkür edirik ki, iştirak etdilər. Növbəti yarışlarda görüşənərək yarı final gənclər. Mən sizə bildirim ki, bu həftənin şənbə günü, qətlən qulaq bu həftənin şənbə günü, yəni 27 sentyabr saat 3-də məhz Qazax Gənclər evində. Burada bu zalda keçiriləcək. Ya bu zalda, ya digər zalda, yəni burada olacaq yarın final, ardınca isə final olacaq. Yəni finalda, bəli.